ABŞ və İsrail şənbə günü səhər saatlarından Tehrana endirdiyi zərbələr zamanı İranın yüksək səviyyəli diplomatı Moskva ilə əlaqə saxlayıb. Rusiya Xarici İşlər Nazirliyinin yaydığı rəsmi məlumata görə, Xarici İşlər Naziri Sergey Lavrov İranlı həmkarına başsağlığı verib və yalnız siyasi dəstək ifadə edib. Kreml Ukraynaya qarşı geniş miqyaslı müharibəyə başladığı son illərdə özünü ABŞ hegemoniyasına alternativ olan çoxqütüblü dünyanın əsas müdafiəçisi kimi təqdim edir. Lakin müşahidəçilərin fikrincə, müttəfiq ölkələr ciddi təhlükə ilə üzləşdiyi məqamlarda Moskvanın real addımları kifayət qədər məhdud qalır. 2024-cü ilin sonunda Suriyada prezident Bəşər Əsəd rejiminin zəifləməsi zamanı Rusiya dəstəyi hakimiyyətin qorunmasına zəmanət vermədi. Bu ilin əvvəlində ABŞ həbsxanasına düşən Venezuela prezidenti Nicolas Maduro ilə bağlı da analoji suallar ortaya çıxdı. ABŞ prezidenti Donald Trump isə son hücum zamanı İranın ali dini lideri Xamneynin öldüyünü təsdiqlədi. Analitiklər hesab edirlər ki, Moskvanın pasiv reaksiyası Tehran üçün sürpriz sayılmamalıdır. Hələ ötən yay İsrail ilə 12 günlük müharibə və ABŞ-ın İranın nüvə obyektlərinə hücumları zamanı Rusiya yalnız bəyanatlarla kifayətlənmişdi. Rusiya və İran 2025-ci ilin aprelində strateji tərəfdaşlıq sazişi imzalasa da, sənəddə qarşılıqlı hərbi müdafiə öhdəliyi nəzərdə tutulmayıb. Rusiya Xarici İşlər Nazirinin müavini Andrey Rudenko həmin vaxt bildirib ki, bu razılaşma hərbi ittifaq anlamına gəlmir. Beləliklə, İran Ukrayna müharibəsi dövründə Moskvaya pilotsuz uçuş aparatları və raketlər təqdim etsə də, Kreml Tehranın müharibəsinə qoşulmaq niyyətində deyil. Ekspertlərə görə Rusiyanın İrana hərbi dəstək verməməsi qlobal imicə zərbə vurur. Bununla yanaşı Kreml vəziyyətdən siyasi manevrlər əldə etməyə çalışır. Moskva, Qərb və xüsusilə ABŞ-ın beynəlxalq normaları pozmaqda ittiham etməklə diqqəti Ukrayna müharibəsindən yayındırmağa çalışa bilər. Bu hadisənin Rusiyanın Ukrayna ilə bağlı sərt mövqeyini daha da gücləndirəcəyinə ehtimal olunur. Rusiyalı politoloq bildirib ki, Kreml rəhbərliyi bu hadisələri Qərb təhlükəsi barədə əvvəlki arqumentlərinin sübutu kimi təqdim edə bilər. Rusiya Təhlükəsizlik Şurasının sədrinin müavini Dmitri Medvedev sosial şəbəkədə ABŞ prezidenti Donald Trumpı nəzərdə tutaraq sülh məramlı yenə iş başındadır yazıb və İranla aparılan danışıqların sadəcə örtük olduğunu iddia edib.